Salam, her vaxtınız xeyir olsun değerli izleyiciler. Xoş gördük hər birinizi. Bizim bu kanalımıza dəstək olanlar, abunə olanlar, like eləyənlər, əlləriniz var olsun. Allah sizə can sağlığı versin. Həmişə xoş günlər görəsiniz. Evinizə, işinizə Allah bol ruzu, bərəkət yetirsin. Həmişə mən çox vaxtlar kurabiye pişirirəm. Ona görə ki, nəvəm kurabiyeyi daha çox xoş duyurlar. Vəbşi tortu bir balaca yemir. Böyük də istəyirik yeməsin. Biraz şirniyyatdan uzaq olmağına görə. İndi bunun da yüngülvarı eləyirik. Elə sən deyən yağlı olmur, elə sən deyən kremli olmur ki, yəni kökəlməyə meyilli olmamaq üçün. Bax, bu da bugünkü bizim kurabiyelərimiz. Mən silivişni ilə də pişirmişəm yağı, yəni kurabiyemin yağını həmişə. Bax, bu çox vaxtlar bu şirniyyata mən bunu tökürəm. Bu karabku iləndir. Rasiyanında indi yeməyə də tökmək olur. Biraz ayranlı yağdır. Elə bir ki, bilərsən ki, margarin, amma margarin qarışıqdır da deyəsən. Amma yəni şirniyyata gedəsi elə biraz kərəlik də var tərkibində. Əsl şirniyyat pişirməyə olan bir yağdır. Yağdan götürdüm 180 qram. Koydum məridi. 3 ədəd də yumurta. 1 stəkan, 1 parmaq, 2 parmaqda elə bir ki artıq pesok tökdüm. Sonra 1 qabartma, 1 vanil, 3 stəkan yarım da un. Bu bizim xəmirimizdir. Xəmiri də 2 hissəyə böldüm. Kakao elədim yarısını. Üzərinə mən şeker pudrası gəzdirmək yaxşıdır, amma istəyirəm ki, tökməmişəm. Çünki balaca nəvəm əlində aparır bana. O yemək yeyəndə üstündəkilərin tozları tökülür yerə. Ona görə eləmək istəmədim. Üzərini də elə sadəcə dairələr kəsdim. Üzərini də bununla belə bir qoyduq, belə eləyəndə üzünə yüngül var bir çiziklər əmələ gəldi. Yəni bu da bunun naxışları oldu. Heç qaralarda çox eləmədim deyin. Bəzilərində itib, elə sadə görsənir. Bu da bugünkü kurabiyemiz. 180 qram yağ, 1 stəkan, bir də 2 parmaq artıq pesok, 1 qabartma, 1 vanil, 3 stəkan yarım da un, 3 ədəd də yumurta. Başqa rənglər də eləmək olar, başqa bəzəklər də eləmək olar. Pişirmək istəyən hər kəsə də nuş olsun. Yəni mən demişəm həmişə bir resunkada, bir porsiyona çox cürə rəng də vurub, rəngli də, rəngsiz də çox cürə kurabiyələr eləmək olar. Göz haqqınızı da halal eləyin. Kanala dəstək olanlar yenə də davam eləyin. Like eləyin, abunə olmağa. Allah hər kəsdən razı olsun. Yenidən görüşmək ümidi ilə. Sağ olun, sağlıqla qalın.